Salam, mən EMO Tədris Mərkəzinin coğrafiya müəllimi Məmmədzadə Xəyal. Bu günlərim Azərbaycanda iqlim tipləri haqqında mövzuya baxacağıq. Gəlin baxaq. Azərbaycanda iqlim tipləri əlbəttə ki, bölünür. Yarımsəhra qurçöl iqlimi, mülayim isti iqlim tipi, soyuq iqlim və dağ tundra iqlimi olmaqla 4 istiqamətdə təsnif olunur. Gəlin əvvəlcə baxaq yarımsəhra və qurçöl iqliminə. Yarımsəhra və qurçöl iqlimi öz növbəsində 2 istiqamətdə bölünür. Bunlardan biri qışı quraq keçən yarımsəhra qurçöl iqlimidir. Digəri isə qışı sərt və kontinental keçən yarımsəhra qurçöl iqliminə bölünməkdədir. Yarımsəhra qurçöl iqlimi nəzərdə tutduğumuz kimi burada yağıntının miqdarı qeyd olunur ki, kifayət qədər aşağıdır. Burada yağıntının miqdarını biz qeyd edəcəyik ki, 200-400 mm aralığında dəyişir. Respublikamızın demək olar ki, 50% qədərini yarımsəhra qurçöl iqlimi tutmaqdadır. Əhatə elədiyi ərazilərə baxsaq, mərkəzi Aran zonası, Naxçıvanın Arazboyu düzənlikləri, burada Gəyən İncə Hərami düzü, Mil düzü, burada Muğan düzü, Cənubi Şərqi Şirvan düzü, Abşeron Qobustan ərazisi, Şollar düzü, Samur Dəvəsi ovalığını əhatə etməkdədir. Daha sonra respublikamızda yayılmış iqlim tiplərindən biri də mülayim isti iqlim tipi olmaqdadır. Hatırladım ki, yarımsəhra qurçöl iqlimi dəniz səviyyəsindən, yəni 0 metr yüksəklikdən 600-800 metr yüksəkliyə qədər ərazini əhatə etməkdədir. Mülayim isti iqlim isə 600-800 metr yüksəklikdən 1000 metrə qədər olan əraziləri əhatə edir və burada yağıntının miqdarı nisbətən yüksəyə qalxdığı müşahidə edilir. Yəni, məsələn, yarımsəhra qurçöl iqlimində biz burada yağıntının miqdarını 200-400 civarında qeyd edirdiksə, artıq burada yağıntının miqdarı 400-dən 1000-1200 mm yağıntıya qədər və daha yüksək görə bilərik. Yarımsəhra qurçöl iqlimindən sonra qeyd elədik ki, mülayim isti iqlim tipi gəlir və 3 istiqamətdə təsnif edirik. Bunlardan biri qışı quraq keçən mülayim isti iqlimdir, digəri yayı quraq keçən mülayim isti iqlimdir, ən sonuncusu isə yağıntıları bərabər paylanan mülayim isti iqlim olaraq təsnif olunur. Yağıntıları bərabər paylanan mülayim isti iqlim ərazilərində Talış dağlarının mərkəzi hissələrini əhatə edir. Daha sonra Böyük Qafqazın, əsasən Böyük Qafqazda Qusar maili düzənliyinin bir hissəsini əhatə edir və zolaq boyunca Böyük Qafqazda şimaldan cənuba doğru uzandığını qeyd edə bilərik. Bu ərazilərdə xüsusilə sitrus bitkilərini yetişdiyini görə bilərsiniz. Xüsusilə cənub bölgəmizdə sitrus meyvələri hansılar idi? Limon, mandarin, bunları xüsusilə qeyd etmək olar. Gəlin baxaq qışı quraq keçən mülayim isti iqlim tipinə. Qışı quraq keçən mülayim isti iqlim tipi nisbətən orta dağlıq əraziləri əhatə etdiyi kimi, gəlin baxaq Kiçik Qafqaz ərazisində orta dağlıq əraziləri, yəni yarımsəhra qurçöl iqlimindən nisbətən orta dağlığa doğru olan əraziləri əhatə edir. Burada Gəncə Qazax düzünün bir hissəsini, burada Qarabağ düzünün bir hissəsini əhatə edir. Həmçinin Qanıq Əyriçay çökəkliyini burada tamamilə əhatə etməkdədir. Daha sonra yayı quraq keçən mülayim isti iqlim tipi. Yayı, deməli, quraq keçən mülayim isti iqlim tipini biz harda qeyd edirik? Cənub bölgəsində olan Lənkəran ovalığını bütövlükdə əhatə edir. Salyan düzünün bir hissəsi Brovar silsiləsini əhatə etməkdədir. Böyük Qafqazın cənub-şərq qurtaracağı ərazilərində, yəni Şamaxı, Qobustan ərazilərində də bu iqlim tipini qeyd etməkdəyik. Bir dənə də ərazimizdə var. Burada Xocavənd rayonu və Füzuli rayonu ərazisində bir ərazini əhatə edir. Burada Köndələnçay hövzəsini xüsusilə qeyd etmək lazımdır. Naxçıvanda isə bir istisna olaraq Naxçıvan ərazisində biz mülayim isti iqlim tipi qeyd etmirik. Daha sonra soyuq iqlimin hündürlüyü 1000 metrdən 2700 metrə qədər əraziləri əhatə etməkdədir. 1000 metrdən 2700 metrə qədər olan ərazilərdə qeyd edirik və təsnif olunarkən bunlar da 3 yarım tipə ayrılmaqdadır. Bunlar bütün fəsillərdə bol yağıntı alan soyuq iqlim, qışı quraq keçən soyuq iqlim və yayı isti keçən soyuq iqlim olmaqla təsnif olunur. Yayı isti keçən soyuq iqlim biz Naxçıvan ərazisində böyük bir ərazini əhatə etdiyini görə bilərik. Dərələyəz hissəsinin böyük bir hissəsi, Gülüstan yayçı düzlərini, Naxçıvanın tam mərkəzi hissəsini bütövlükdə əhatə etdiyini görə bilərsiniz. Həmçinin bütün fəsillərdə bol yağıntı alan soyuq iqlimə baxsaq, bir dənə ərazidə yayılmışdır. O da Böyük Qafqaz dağlarının ətəkləri boyunca şimaldan cənuba zolaq şəklində uzandığını görə bilərsiniz. Yəni mülayim isti iqlimin yağıntıları bərabər paylanan iqlimdən
nisbətən yuxarısında yerləşdiyini görə bilərsiniz. Dağ tundra iqlim tipi 2700 metrdən daha yüksəkdə olan əraziləri əhatə edir. Lakin ərazinin kontinentallığı ilə əlaqədar olaraq Naxçıvanın dağlarında bu 3200 metrdən daha yüksəkdə olan əraziləri əhatə etməkdədir. Dağ tundra iqlimi Böyük Qafqazın yüksək dağlığında, həmçinin Murov dağ silsiləsində, Qarabağ vulkanik yaylasında və Zəngəzur silsiləsində qeyd edəcəyik. Nəyə görə? Çünki Zəngəzur silsiləsində biz qeyd edirik ki, 3200-dən yuxarı dağlar yerləşir. Ən yüksək zirvəsi də Qapıcıq zirvəsi olmaqdadır. 3904 metr hündürlüyü ilə fərqlənir. Amma burada Dərələyəz silsiləsinə fikir versəniz, Dərələyəz silsiləsinin ən yüksək zirvəsi Şüşü dağ zirvəsidir və hündürlüyü nə qədər idi? 3120 metr. Yəni biz burada dağ tundra iqliminin formalaşmadığını qeyd etməliyik. Nəyə görə? Yəni dağ tundra iqlimi 2700 metrdən daha yüksəkdə yerləşir, lakin Naxçıvanın dağlarında 3200-dən başladığı üçün Dərələyəz silsiləsində biz bu dağ tundra iqlim tipini görməyəcəyik. Azərbaycan iqlim tipləri əsasən bunlardan ibarətdir. Sağ olun, bu qədər. Növbəti dərslərdə inşallah görüşərik.